Sual 40. Bizə deməli bir qrafik verib, sonra da nə deyir? Deyir ki, 20 ml suda 5 qram X duzu həll edilir. Bu məhlulda 50 dərəcə Selsidə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrılıqda aparmaq lazımdır? 3 dənə də bizə qəşəng, gözəl təcrübə verir. Dəyərli dostlar, burada bir neçə şeyə diqqət etməyəcəm. Birincisi, KH, yəni həll olma əmsalı nəyə bərabərdir? Həll olma əmsalı bərabərdir. M həll olan bölünsün V həll edici vurulsun 1000. Bu bizim təməl düsturumuz. İndi qrafikdə nə deyir? Qrafikdə deyir ki, KH 400-ə bərabərdir. KH-ı bizə 400 verdi. İndi baxaq, hansı təcrübələrdə biz 400 ala biləcəyik? Baxın, birinci təcrübəni yazıram. Birinci təcrübəmiz nədir? Deməli, birinci təcrübədə bizə deyir ki, bəs məhlula 2 qram duz əlavə etmək. Dəyərli dostlar, 5 qram duz varımız idi. Əgər mən 2 qram da duz əlavə edirəmsə, onda həll olan maddəmin kütləsi olur 5 + 2, yəni 7 qram olur. Həll edicinin həcmi isə elə 200 ml-də qalır. Çünki mən su əlavə eləməmişəm, həll edici əlavə eləməmişəm. Ona görə bu 20 ml qaldı yerində. Vururam bundan 1000-ə. Bu da təqribən eləyəcək 350, təqribən yox, dəqiqdir. 400 eləmədi ki, yox. Deməli, mən bunu götürə bilmərəm. 1 olan sıralara da bu şəkildə çıxıram. Keçək ikinci. Dostlar, ikincidə nə deyir? Məhluldan 7,5 ml su buxarlandırmaq. Baxın, ikinci nöqtə. KH bərabərdir. Həll olan maddəyə toxunmadım ki, elə 5 qramda 5 qramda qaldı. Amma həll edici 20 ml-dir, onun 7,5-ni buxarlandırdıq. 20-dən də 7,5-i çıxdıqda olacaq 12,5. Bunu da sonra vururam şiddətli bir şəkildə 1000-ə. Dostlar, bu da neçə eləyəcək? Bu da eləyəcək 400. Aha, bunu götürməliyəm. Bu 100% doğrudur. Onda avtomatik bu variant getdi. Üçüncü fikir görə doğrudurmu? Deyir ki, məhlula 5 qram duz, 10 ml su əlavə eləmək. Gəlin onda baxaq. KH bərabərdir, dəyərli dostlar. Məhlula əgər 5 qram duz əlavə edirsə, onsuz da 5 qram duz var idi. 5-ini də əlavə elədirsə oldu 10 qram duz. Yəni həll olan maddəm oldu 10 qram. İndi deyir ki, 10 ml də su əlavə eləmək. Dəyərlər 20 ml su var idi. Əgər 10 ml də su əlavə edirsə, oldu su 30 ml. Yəni həll edici oldu 30 ml. Sonra bir də onu 1000-ə vuracaq. Dəyərlər, bu da təqribən, baxın, 333 deyə bir şey eləyəcək. Təqribən bir şey eləyəcək. Onda düzgün cavabımız oldu yalnız 2, yəni D variantı. 400 verən, yəni bunda kim olan, yalnız bir dənə variantımız var idi. Sual 41. Bizə əla bir qrafik vermiş və qrafikdə görünür ki, həll olma əmsalı 400-ə bərabərdir. KH-ın düsturuna baxaq. KH bərabərdir. Həll olan maddənin kütləsi, həll olanın deməli kütləsi bölünsün həll edicinin həcmi vurulsun 1000. Düsturumuz budur. Yəni M bölünsün V vurulsun 1000. Dostlar, birinci hala diqqət edək. Birinci halda nə deyib bizə? Məhlula 3 qram duz əlavə eləmək. Baxın, KH bərabərdir. Onsuz da bizim həll olanımız 5 qram idi. Sən ona 3 qram əlavə edirsənsə, olur 8 qram. Məhlulun həll edicisinin həcmi dəyişməyib. Belə 20 ml suda 20 ml də qaldı yerində. Suya toxunmadıq axı biz, duz əlavə elədik. Bunu da vururam 1000-ə. Bu da neçə eləyəcək dəyərli dostlar? Eləyəcək 400. Aha, bunu götürəcəm. Bu doğru fikirdir. İkinci fikrə baxaq. İkinci fikirdə deyir ki, məhluldan 5 ml su buxarlandırmaq. Dostlar, KH bərabərdir. Həll olana toxunmayıb ki. Həll olan 5 qram idi, elə 5 qramda qalıb. Amma deyir ki, 5 ml su buxarlandırmaq. Su 20 ml idi, onun 5-ini çıxıram. Nə qalır? Yerdə qalır 15 ml. Bunu da vururam 1000-ə. Bu da neçə eləyəcək? Təqribi 333 eləyəcək. 400 eləmədi ki, yox. Deməli, belə çıxır ki, bunu götürə bilmərəm. 2 olan sıralarında çıxıram. Deməli, 1 100-ə 100 var. 2 olan sıralarda çıxdım. Baxın, üçüncü fikir doğrudur, yoxsa yox. Üçüncü fikirdə bizə nə deyir? Yenə də KH-ımız bərabərdir. Baxın, həll olan maddə deyir ki, məhlula 5 qram duz əlavə eləyək. Dostlar, onsuz da 5 qram duz varımız idi. 5-in də əgər əlavə eləyirsə, oldu həll olan maddənin kütləsi 10 qram oldu. Sonra deyir ki, 5 ml də su əlavə eləmək. Su 20 ml idi. Əgər sən ona 5 ml də su əlavə edirsənsə, oldu 25 ml su. Sonra bir də bunu vururam. Nəyə? 1000-ə vururam. Bu da bərabər eləyəcək 400. Aha, deməli 3 də mümkün imiş. Ona görə düzgün cavabımız 1 və 3, yəni C variantı olacaq. Sual 42. 42-ci sualda bizə nə deyib? Dəyərli dostlar, bizə 42-ci sualda bir qəşəng bir qrafik verib və deyir ki, həll olma əmsalı
1500-ə bərabərdir. Sonra bir də 3 dənə də qab verib, orada da maddələri qarışdırıb, deyir ki, hansı qablarda doymuş məhlul almaq olar. Yəni, hansı qablarda KH-ı 1500 çıxara biləcəyik. Gəlin, birinci qabda olan təcrübəyə baxaq. Birinci qabda, ümumiyyətlə, KH-ın düsturunu qoy yazaq birinci. KH bərabərdir, M həll olan, bölünsün V həll edici, vurulsun 1000. Düsturumuz, təməl düsturumuz, baxın budur. Bundan istifadə edəcəyik biz. Birinci halda, deməli, bizə deyir ki, KH bərabərdir. Fikir verin, həll olan maddə 10 qramdır. Yəni 10, bölünsün həll edici də 20 millilitrdir. 20, vurulsun 1000. Bu da neçə eləyəcək? Eləyəcək 500. 1500 eləmədi ki, yox, onda bunu götürməyəcək. Qısası A variantı getdi, Y variantı getdi. Gəlir ikinci fikrə. İkinci fikirdə bizə nə deyir? Deyir ki, KH bərabərdir. Həll olan maddəmi 12 qram deyibdir. 12 qram, bölünsün, həll edicisi 30 deyibdir. Bölünsün 30, vurulsun 1000-ə. Dostlar, bu da neçə eləyəcək? Deməli, neçə eləyəcək? Bu da 400 falan eləyəcək. Bu da olmadı. Mən 1500 tapmalıyam, 400 elədi. Bu da olmadı. Üçüncü hal. Üçüncü halda KH bərabərdir. Həll olan, yəni 60 qram, bölünsün həll edici, yəni 40, vurulsun 1000-ə. Dəyərlər, aha, buradan eləyəcək 1500. Aha, bunu götürə biləcəm. Deməli, yalnız 3, yəni C variantı oldu doğru cavab. Sual 43. Qrafik əsasən 30 dərəcə Selsiusda hansı qablarda doymuş məhlul alınır? Dəyərli dostlar, qrafikdə görünür ki, həll olma əmsalı 600-ə bərabərdir. İndi biz hansı qabda həll olma əmsalını 600 çıxaracaqsa cavablarımız olardı. Düsturumuz KH bərabərdir. M həll olan bölünsün V həll edici vurulsun 1000. Bu bizim təməl düsturumuz. Biz bundan istifadə edəcəyik. Dostlar, birinci qabağa baxıram. Birinci qabda nə varmış? Birinci qabda varmış KH bərabərdir. Fikir verin, həll olan maddəmiz 10 qramdır. Həll edicimiz 50-dir. Bunu da vururuq 1000-ə. Nə baş verəcək bu da? Deməli, 10 bölünsün, təqribən 200 deyə bir şey eləyəcək. 200. 600 olmadı ki, yox. Onda bunu çıxdıq. Bir olan sıraları çıxırıq. Keçirik ikinci qaba. İkinci qabda nə deyir bizə? KH bərabərdir. Dostlar, həll olan maddə 12-dir. Həll edici 20-dir. Vururam bunu da 1000-ə. Bu eləyəcək 600. Aha, bunu götürəcək. Elhamdülillah, bir dənəsini tapdıq. 2-ni götürəcək 100-ə 100. Onda bu variantımız getdi. 3-ə baxaq. 3-də nə deyir bizə? 3-də deyir ki, bizə KH bərabərdir. Həll olan maddə, yəni 20 qram, bölünsün həll edici, yəni 40, vurulsun 1000. Dəyərlər, bu da eləyəcək 500. 600 eləmədi ki, xeyr. Onda bunu da götürməyəcəm. Doğru cavabımız yalnız ki, yəni A variantı olacaq. Sual 44. Su əlavə olunduqdan sonra duzun suda 10% məhlul alınarsa, X-i hesablayın. Deməli, bizə nə verilmiş, dostlar? KH-ı baxın 1000 veribdir. KH 1000 nə deməkdir? Bu o deməkdir ki, burada hər 1000 qram suda 1000 qram duz həll olur. Onda belə çıxır ki, bunların ikisinin bir yerdə miqdarı elədi 2000. Məhlulumuz 2000-dir. Yəni, hər 2000 məhlulda 1000 qram duz var. İndi mənə nə deyib? 40 qram məhlul verib. Hələ ki, baxın, təsəvvür edək, hələ su əlavə olmayıb. 40 qram məhlul verib. Əgər hər 2000 qramın 1000 qramı duzu idisə, onda 40 qramın da, baxın, 2000-in 1000 qramı duzdur. Yəni, yarısı duzdur. Onda 40 qramın da 20 qramı duzlu, yerdə qalanı sudur. Bizə deyir ki, indi mən bura əlavə edirəm bir miqdar su və 10%li məhlul alınır. Dostlar, baxın, belə bir şey var. Omega bərabərdir. M həll olan, bölünsün. M məhlul, vurulsun 100. Düstur budur. Əgər bizə 10%li deyirsə, omegamız 10%dir. 10% bərabərdir. M həll olan, baxın, həll olan maddə 20 qramdır. Dostlar, 20 qram. Bölünsün məhlulun kütləsi. Məhlulun kütləsi əvvəl 40 qram idi. Sən onun üstünə bir də x qramda nə əlavə eləmişsən? Su əlavə eləmişsən. Onda məhlulun kütləsi eləyir 40, üzərinə gəlirəm x. Bu şəkildə eləyir. Bunu bir də 100-ə vururuq. Dəyərli dostlar,
Buradan da biz x-in neçəsini tapacağıq. Bizdən x-i tapacağıq 160. Yəni doğru cavabımız olacaq A variantı. Sual 45. Bizə qəşəng bir cədvəl verib və cədvəldə nə deyir? X, Y maddələridir. Suda həll olması zamanı istiliyin ayrılması və udulması. X-ə fikir verin, Q sıfırdan böyükdür. Yəni, o suda həll olanda istilik ayrılır. Eksotermik prosesdir. Dostlar, qazların suda həll olması eksotermik prosesdir. Qazlar suda həll olanda istilik ayrılır. Ona görə biz temperaturu azaltmaqla qazların həll olmasını artırmış oluruq. Deməli, X-imiz qaz imiş. Y isə bərkdir. Niyə? Çünki onun həll olması, bərk maddələrin həll olması temperaturundan deməli düz asılıdır. Yəni, onların özünün həll olması endotermik prosesdir. Mən temperaturu artıranda bu proses artır, yəni həll olmaları artır. Qısası Y-imizdə nədir? Bərk maddədir. İndi gəlirik. Aşağıdakı qrafiklərə fikir verin. Deməli, təzyiqdən asılı deyil həll olma. Bu, dostlar, bərk maddələrə məxsus bir şeydir. Bu, bərk maddələrə məxsus bir şeydir. Ona görə də bu olacaq Y-ə aid qrafik. Sonra temperaturdan həll olma tərs asılıdır. İkinci qrafikə diqqət edin. Temperaturdan tərs asılıdır. Temperaturdan tərs asılıdırsa, deməli, bu qazlara aid qrafikdir. Bizim də misalımızda X qazı idi. Sonra gəlirik. Temperaturdan indi düz asılıdır. Bu, bərk maddələrin həll olmasına aid bir qrafik idi. Yəni, Y-ə məxsus olan bir qrafikdir. Onda belə çıxır ki, doğru cavabımız 45-də nə olacaq? Olacaq D variantı. X-ə yalnız 2 aiddir, Y-ə isə 1 və 3 aiddir. Sual 46. Bizə bir cədvəl verilmiş, sonra da qrafiklər verilmiş. Dəyərli dostlar, X-ə diqqət edin. X-in həll olması temperaturla, daha doğrusu, X-in həll olması endotermik prosesdir. Dostlar, bərk maddənin həll olması endotermikdir. Yəni, X-imiz bərk maddədir. Y-ə diqqət edin. Onun həll olması eksotermikdir. 2 sıfırdan böyüksə eksotermik deməkdir. Qazların həll olması eksotermik proses olur. İndi qrafiklərə diqqət edək. Fikir verin, birinci qrafik təzyiqi həll olma ilə təzyiq düz asılıdır. Bu qazlara məxsus bir şeydir. Yəni, dostlar, bu qrafik Y-ə məxsus bir qrafik imiş. Sonra ikinciyə diqqət edin. Temperaturla həll olma tərs asılıdır. Bu da qazlara məxsus bir şeydir, dostlar. Yəni, bu da Y-ə məxsus bir şeydir burada. Üçüncüyə fikir verin. Temperaturla həll olma düz asılıdır. Belə çıxır ki, bu bərk maddədir. Çünki bərk maddənin həll olması temperaturuna düz asılıdır. Yəni, bu qrafikdə X-a məxsusdur. Onda doğru cavabımız olacaq yenə D variantı. Sual 47. 47-ci sualda bizə qəşəng bir qrafik verildi. Qrafikdən biz nə görürük? Baxın, həll olma əmsalı əvvəl, deməli, 250-dir, sonra olub 600. Yəni, 20 dərəcədən 50 dərəcəyə qalxdıqda 250-dən 600-ə qalxıb. Əksinə geçsək, 50-dən 20-yə düşdükdə əgər temperaturu düşürsək, 600-dən 250-yə həll olma əmsalı düşür. Bu nə anlama gəlir? Gəlin təsəvvür eləyək. Həll olma əmsalı 600 sözünün mənası var. Yəni, hər 1000 qram suda 600 qram maddə həll olub. Onda belə çıxır ki, hər 1600 qram məhlulda 600 qram maddə var. İndi fikir verin, həll olma əmsalı düşüb 250-yə. Bu nə anlama gəlir? Yəni, artıq 1250-də də nə varmış? 250 qram maddə varmış. Belə çıxır ki, fikir verin bir dənə, 600-dən 250-yə düşüş olubdur. Yəni, nə qədər maddə çökübdür, dəyərlilər? Belə çıxır ki, temperaturu biz 50-dən 20-yə düşürsək, hər 1600 qramlıq bir məhlulda 600-dən 250-yə düşüş olacaq. Yəni, nə qədər çökmə olacaq? 350 qram maddə çökəcək. Oldu mu? Yaxşı, indi bizə şərtdə axı 800 qram deyib. Onda belə çıxır ki, bizim əgər 800 qramlıq bir məhlulumuz vardısa, baxın, 1600 qramlıq məhlul, 50-dən 20-yə düşəndə temperatur 350 qramlıq bir maddə çöküşü oldu. 800 qram olsaydı məhlul, şərtdə çünki bizə 800 qram məhlul deyib. Bəs onda nə qədər çöküş olar? Bilmirəm, buna bir Y deyək.
Y də bərabər olacaq. Dostlar, bu 2 dəfə azdır deyə 350-ni də 2 yerə bölsək eləcək 175 qram maddə çöküb. Yəni, məhlulumuz 800 qram idi. Onunla 175 qram maddə çökdü. Hə, 175 qram maddə çökübsə, 625 qram maddədə nə olubdur? Qalıb. Yəni, məhlulumuz, bu qədər məhlulumuz qalıbdır. Bir hissəsi amma çökdü. Əlimizdə olan məhlul. Deməli, məhlulun kütləsi oldu 625 qram. Bu bizim məhlulumuzun kütləsidir. Yəni, M məhluldur bu. Sonra bizə məhlulun sıxlığını da verib. Rho məhlul da verib bizə. Neçə veribdir dostlar? 1,25. Baxın, burada verib bizə. Məndən nə istəyir? Həcmi istəyir. V məhlul bərabərdir. Allah bilir neçə. Düsturumuz var. Rho bərabərdir. M bölünsün V. Buradan da V bərabərdir. M bölünsün Rho. M-in qiymətini yerində qoyuram 625. V-nin də, daha sonra Rho-nun da yerində qoyuram 1,25. Bu da bərabər olacaq 500. Yəni sualımızın düzgün cavabı olacaq A variantı.